Görün necə biz o uzun saqqallara kafir deyə bilmirik. Deyirlər, axı, əsl imanlı budur, ətrin iyi masajına gəlib çıxır. İslamı ətrin iyi ilə, çox ətir istəmə, işlətməklə saxlayırlar. Hansı kanallarını açırsan tezdən axşama qədər Quran oxuyur. Bəyəm eşitməmisiniz, Həzrət Peyğəmbər deyib ki, tez bir zaman gələcək, İslamın, Qurandan ancaq səsi qalacaq. Ancaq oxuyacaqlar, efirə özlərin Quran əhli kimi göstərəcəklər. Bir zaman gələcəksə, İslamın ancaq rəsmi qalacaq. Nə? Peyğəmbər qısa şalvar giyərdi. Peyğəmbərin saqqalı belə olardı. Peyğəmbər nə bilim ətini çox işlədərdi. Peyğəmbərin zovcəsi belə olardı. Ancaq rəsmiyyət. Amma əsl həqiqətdə bir şey yoxdur. Peyğəmbər heç günahsızın başını kəsməzdi. 83 dənə müharibə eləyib Həzrəti Peyğəmbər, o 83 dənə müharibədə heç bir dənə də ağacı nahaq yerə kəsməyiblər. Bir dənə yaşıl ağacı nahaq yerə kəsməyiblər. Bu idi Peyğəmbərimizin İslamının rəsmi. Onda qalmışdı, gələk, sən gələsən, saqqalı uzadasan, şalvarı uzadasan, ondan sonra kəsəsən müsəlmanın başını Allah-u Əkbər deyə, ya kəsəsən İngilisin başını müsəlmanla düşmən eləyəsən, həmin Xeybərdəki bulandı.